Salam, qaraciyərin bərpası üçün 6 ən effektiv üsulu nəzərinizə çatdırmaq istəyirəm. Hamınızı xoş gördüm. Videomu bəyəndiyiniz, paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün əvvəlcədən hamınıza təşəkkürümü bildirirəm. Bu ona görə lazımdır ki, daha çox insanlar bu videolarıma baxsınlar və yararlansınlar. Qaraciyər xəstəliklərinin bir neçə mərhələsi var. Birinci, qaraciyərin iltihabı mərhələsi, ikinci, qaraciyərin piylənməsi mərhələsi və nəhayət qaraciyərin sirroz mərhələsi. Əgər sizin qarnınız piylidirsə, çox böyük ehtimalla qaraciyəriniz də piylidir. Xoş bir xəbər kimi deyim ki, qaraciyəri bərpa etmək mümkündür. Burada vaxt amili və bir də qaraciyərin bərpasına yönəlmiş hərəkətlərin icrası tələb olunur. Birinci növbədə qaraciyəri effektli təmizləməkdən ötürü bədəni autofagiya vəziyyətinə çatdırmaq lazımdır. Autofagiya vəziyyətinə çatanda bədən hüceyrələrdən zədəli zülalları kənarlaşdırmış olur. Bədəni autofagiya vəziyyətinə çatdırmağın bir neçə üsulları var. Birincisi, interval aclıq və vaxtaşırı uzun müddətli aclıq. İnterval aclıq 1-2 gün quru aclıq nəzərdə tutulur. İnterval aclıq bədənin sağlamlığından asılı olaraq 3, 5, 10, 15 və daha böyük günlərə, böyük məsafələrdə ola bilər. İkincisi, mütəmadi olaraq idman hərəkətləri qaraciyəri piylərdən azad edir, qaraciyəri bərpasına çox böyük köməklik edir. Üçüncü, sağlam yuxu. İnsan 8 saat yatmalıdır gün ərzində. Yuxu melatonin hormonunu artırır. Bu yuxu hormonunu aktivləşməsi insanın sağlamlığına, eyni zamanda qaraciyərə müsbət təsir göstərir və stres hormonu olan kortizolun səviyyəsini aşağı salır. Növbəti keto diyetaya keçmək, yəni aşağı karbohidratlı qidalardan istifadə, un və un məhsullarından imtina, şəkərdən imtina, bunlar hamısı qaraciyərə müsbət təsir göstərir. Növbəti isti və soyuq terapiya, bunları növbələşdirmək lazımdır. Və nəhayət, tərəvəzlərin qida rasionundakı payını 80%-ə çatdırmaq. Xüsusilə tərəvəz salatlarından istifadə etmək ki, bunlar da ketçupsuz və mayonezsiz olmalıdır. Bunlar qaraciyərin bərpasında ən effektiv üsul olan, birinci üsul olan autofagiyanın daxilində gedən üsullardır. İkinci, aclıq. Aclıq zamanı qaraciyərdə iltihab azalır, fermentlərin miqdarı azalmış olur və daxili antioksidantların şəbəkəsi artmış olur. Növbəsi, süd qığılcımı turşusu deyilən süd qığılcımı toxumunun yağından istifadə. Süd qığılcımı toxumu deyilən bu toxumun yağından istifadə qaraciyərin təmizlənməsində, bərpasında çox böyük effekt verir. Və nəhayət, kükürt tərkibli tərəvəzlərdən istifadə. Brokkolidən, kələmin bütün növlərindən, brüssel kələmindən və yaşıl çaylardan bol geniş istifadə qaraciyərə çox böyük xeyir verir. Hamınızı can sağlığı arzulayıram, özünüzdən müğayət olun.